Cəmi 3 günə hazır olacaq badımcan turşusunun reseptini bölüşürəm sizinlə. Deməli, nə edirsiniz və qeyd edeyim ki, eynən birə-bir doldurma badımcan turşusunun eyni dadı verir. Badımcanları gördüyünüz kimi mənim sizə göstərdiyim formada doğrayırsınız. Biraz daha iri, biraz daha qalın, fərqi yoxdur, amma eynən bu qayda doğrayırsınız. Bibərləri də istədiyiniz formada doğrayırsınız. Mən bu ölçüdə doğradım ki, tutulmuş artıq süfrəyə qoyulanda da rahat götürüb yeyə biləcək vəziyyətdə olsun. Sarımsaqları da mama doğrayır. Bu arada mama ilə bərabər bu tutmuşuq. Sonra petruşkasının mütləq şəkildə nanəsi olmalıdır. Mama badımcanları pörtür isti suda biraz. Üzərinə qara stiyotunu əlavə eləyir, duzunu əlavə eləyir və qarışdırır. Əlavə etdiyimiz sarımsaqla, bir də bibərlə birlikdə. Üzərinə daha sonra mama əlavə eləyir bunun nanəsin. Biraz da duz əlavə eləyir. Göstərirəm indi sizə burada. Biraz da 1 stəkan da sirkə əlavə eləyir. Qarışdırır, qoyur. Bir gecə qalır. Səhərsi gün yığırıq bankalara. Qeyd edeyim ki, 3 dənə hardasa 2 dənə 3 kiloluq, bir dənə də 2 kiloluq çıxır və üzərinə duzlu soyuq su əlavə eləyir. Artıq 3 gündən sonra açıram, hazırdır. Hazırlayacaq olacaq hər kəsə indidən nuş olsun. Məni takib edib bəyənməyi unutmayın.